Şərait qane eləyir, qiymət yox. Azərbaycanda Qurban Bayramı qeyd olunur. Səhər saatlarından etibarən bayram münasibətilə paytaxtın müxtəlif mal bazarlarında və kəsim məntəqələrində canlanma müşahidə olunur. Təbii ki, əsas məqamlardan biri isə qiymət və yaradılan şəraitdir. Gəlin alıcıları və satıcıları dinləyək. Geçen ildən bu tərəfə, yəni dünya iqtisadiyyatında onsuzda hər şeyin qiyməti qalxıbdır. Yəni bir quzunun, yəni 1 manat qiymətində fərq eləməsi mənə gəlir ki, çox da qlobal problem deyil. Yəni bu günləri bildiyimiz kimi hər şeyin qiymətində ciddi fərqlər var son 7-8 ayda. Anlayışla qarşılayırıq. Şərait qane eləyir, qiymət yox. Elə adam var, istəyir eləmək, kəsmək. Amma ona imkanı çatmır da. Belə şeylər var. Yəni artım onu gətirib ki. Amma ümumiyyətlə təşkil olunmağı, təmizlik, o çox gözəldir. Bəli, yaxşıdır. Elə keçənki qiymətlərdir, yaxşıdır. Stabildir, stabillikdir. Yəni hər ailənin büdcəsinə uyğun qiymətlər. Uyğundur, belə də yaxşıdır. Yenə var, Allaha şükür yeyirik. Allah qəbul edesin, kəsin, sağ olun. Çalışırıq ki, heyvanları, qurbanlıqlarımızı, yəni pərakəndə satılan yerlərdən, yəni tam baytarlığın, qidanın nəzarəti olmayan yerlərdə yox, daha çox beləncə dövlətin ayırdığı xüsusi yerlərdə. Burada həm qiymətə nəzarət var, həm də sanitariya qaydalarına nəzarət var. Ona görə razıyıq. Biraz artım var, bəli. Bazarda qiymətlərdə artım var. Cüzi bir artımlar var, amma elə bir artım yoxdur. Otlarla, yemlə əlaqədar olan bir şeylərdir. Yem vahidi qalxır deyil, ona görə hamısı qalxır. Alıcılıq qabiliyyəti necədir? Orta səviyyədədir. Nə yüksək deyil, nə aşağı səviyyədə deyil. Orta səviyyədə. Heyvanın çəkisindən asılı olaraq qiymət də dəyişir. Böyük və balacalıq o da var. 12 kiloqla 20 kiloqda fərqlər var. O nöqtə nəzərdən qiymət baxımından oynayır. Amma keçənki ilə demək olar ki, eyni qiymətlərdir. Çalışırıq ki, qiymətləri əhaliyə uyğun edək ki, gücləri çatsın. Alışa, yəni ala bilsinlər. Kəsimlər demək ki, rayonlardan heyvanlar gəlir, müşahidə edici sənədlərlə gəlir. İndi Qurban Bayramı heyvanlarını biz də yoxlayırıq, sağlamlığına tam təmin edəndən sonra satışa buraxırıq.